sisteme karşı sistem kurmak lazımdı. Azerbaycan'da bir sistem var, terör yuvası var, fitne yuvası var. Buna karşı sistemli şekilde təşkilatlanmaq, vuruşmaq, mübarizə aparmaq, gücə çevrilmək lazımdır. Bize bu lazımdır. Bu memleketin derdi bir tane İlham Əliyev mehriban değil ki. Vallahi. Eğer siz belə başa düşürsünüzsə, siz bundan sonra var ha. 1500 ildə danışsanız, 1500 ildə desəniz, Azərbaycan ədalət gəlməyəcək. Müstəqil məhkəməni görə bilməyəsiniz. Mümkün değil. Mümkün değil. Gelin biz özümüz, prezidentimizi de özümüz seçer, özümüz dalında duraq. O prezident de bizi güc görsün arkasında. Halkı güc görsün. İngilizce de sözünü deyebilsin, Amerikan'a da deyebilsin. Ne bileyim o birisine desin koyam yedilsin. Niye dememəlidir ki? Biz kimle ne eksik halkıq ki? İngiliz'den mi, İsrail'den mi, Amerikan'dan mı? Ne bileyim Türk'ten mi, İran'dan mı, Rus'tan mı? Kimle ne eksik? Kimle? Kimden kardeş? Onlar güçlü olabilir, ağıllı olabilir. Biz olabilmeliyiz. Anlamadım ben. He? Onlar təşkilatlanır, güce çevrilir. İnkişaf verir, biz elə bilmeliyiz. Niye? Başa düşemedim ben. Neyi bizden artıqdır ki? Neyi? Mesele bu diye əzizlərim. Ağılları yok dostlar. Bizde de var da. Ağıllı adamlar bizde de var. Burada deyirsin bir dostumuz. Deyir ağılları üstündür. Kardeş bizimki de olsun da. Ha, bu ağıl bazarda satılmır ki deyəsən ha, bu 5 manatlıq ağıl yaxşı ağıl deyil, biraz bahalısını alaq. Ha, belə deyil axı qardaş. Belə deyil, o ağıldan səndə də var da, məndə də var da. Ha, bəzən deyirlər ya Almanlar nədir, Audi çıxardır, nə bilim Mercedes düzəldir. Ha, gedin baxın görün Audi, Mercedes zavodlarında kimlər işləyir. Gidin bir baxın görün. Ha, saysız hesabsız Türklər işləyir. Ha, bunlar düzəldir bunu. Bu necə olur bu? Ha? Kimdi bunlara şərait yaratmayan ki Türkiye'de Audi kimi, Mercedes kimi keyfiyyətli maşınları düzəldə bilmirlər. Gəlib burada düzəldir. Kimdi bunlara o şəraiti yaratmayan? Erdoğan rejimi. Erdoğan rejimi. Və yaxud da nə qədər Azərbaycanlıların özləri var. Ağıl sahibi adamlar burada həkim işləyirlər. Həkim işləyirlər. Nə bilim digər zavodlarda işləyirlər. İnkişaf edirlər, yaradırlar. Azərbaycanlılar burada var. Necə olur ki bu? Şimdi bize imkan vermiyor ki o Azerbaycan'ı gelir burada Alman'a nedir yaradır, düzeldir, inkişaf verir ama Azerbaycan'a gelende olmuyor. Necə olur ki bu? He? Alman'a gelende ağıllı olur, oraya giden deli olur, hasta olur, ağlımız işlemir. Böyle şey olur. Dostlar, kardeşler, ağıl var axı bizde, şuur var axı. Bize imkan vermeyen bir sistem var, terör yuvası, hain yuvası. Alçaqdılar bunlar, imkan vermirlər bu millət inkişaf eləsin. And olsun Allah'a. Spişka ne de onu Rusiyadan getirirlər. Ben bu millət spişka yaradacak kadar, düzeldecek kadar ağılda değiller. Ha? Anlamadım ben. Ya bizim ağlımız yoktu. Spişka yaradan biz elə mi? Ve o da başka şeyler çoxdur. Qıraq ölçüdən asılıyor. Niye axı? Niye? Niye? Ve hesaplasan, araştırsan Spişkanı Rusiyadan getirirler. Spişkanı Rusiyadan getirir. Gedib o Spişka zavoduna baxsan orada da Azərbaycanlılar işləyir. Necə olur ki orada yaradırlar, işləyirlər, düzəldirlər, inkişaf edirlər. Bizə gələndə olmur. Necə olur ki bu? Bunun qarşısını kim alır? Qarşısını alan Əliyev rejimidir. Bu rejime karşı bütövlükdə savaşmaq lazımdır. Direniş göstermək lazımdır. Əlimizdən gələn eləmək lazımdır. Böyük gücə çevirmək lazımdır. İnkişaf eləmək lazımdır. Ha millət, ay cəmaat.